Sürətli deyirsin. Hə. 2. Sadə, bir dənə mürəkkəb. Aha. Yeni hərəkət tez mənimsəmə və dəyişən şəraitin tələblərinə uyğunlaşmaq nə adlanır? Çeviklik. Qəşəng. Çevikliyin növləri. Ümumi xüsusi. Aha, hədəf dəqiqliyi neçə yerə bölünürdü? Hədəf dəqiqliyi 2 yerə bölünür. Ölçmə fərqləndirir. Aha. İnsanda hiss orqanları intuisiyasına əsaslanan nədir? Statik vəziyyətin qorunması. Ölçmə. Hiss orqanları intuisiyasına əsaslanan ölçmədir. Duruşda topu yuxarı atmaq, yarım oturuşda tutmaq. Çeviklik. Qəşəng. Bu dolojiyyətinə çeviklik. Yaxşı. Yüngül çəkili toplarla texniki taktiki hərəkətlər. Texniki taktik hərəkətlər. Çeviklikdən. Çeviklik. Bəs doldurulmuş toplarla hərəkətlər desə gündüz? Doldurmuş toplarla hərəkətlər. Gedir qüvvəyə. Qüvvəyə gedir. Bir-birindən tutaraq pəncə üzərində bir-birini müvazinətdən çıxarmaq. Çeviklik. Qəşəng. Çeviklikdir. Oturuşdan oturuşa mayalla qaçmaq. Çeviklik. Dəqiq icranın komponentlərini say görüm. Nə etməliyim? Dəqiq icranın komponentləri. Ölçmə dəqiqliyidir, fərqləndirmədir, hədəf dəqiqliyidir. Statik vəziyyətin qorunmasıdır. Bir də müxtəlif növ Siqnal. Şagirdlərdə qarşılıqlı intuisiya tələb edən hansıdır? Statik vəziyyətin qorunması. Yox, müxtəlif növ siqnala dəqiq cavab vermə. Hə. Çevikliklə əlaqəli olan hərəkət obyektlər hansılardır? Sürətli, sürət güclərdir yəni. Aha, sürətli. Çeviklik xüsusən sürətin hansı komponenti ilə əlaqəlidir? Reaksiya ilə, ay gündüz. Oxumaqla işin yox da. Müxtəlif çıxış vəziyyətlərində gimnastika ağacı ilə müvazinət hərəkətləri. Çeviklik. Qəşəng, çeviklikdir. Oturuşdan oturuşa mayalla qaçmaq. Çeviklik. Bu da çeviklikdir. Sonra maniyələr üzərindən keçid zamanı toplam müvazinət hərəkətləri. Çeviklik. Bu da çeviklikdir. Bütün idman oyunları nə idi? Nə zaman? Bütün idman oyunları hansı hərəkət qabiliyyəti idi? Bütün idman oyunları. Çeviklik. Qəşəng. Yalnız birindən başqa hansı idi o? Supolos. Təşəkkürlər Gündüz. Hərəkət qabiliyyətlər hansılardır? Müəllim, birinci yarım il. Aha, birinci yarım ildir. Yaxşı. Çevikliyin funksiyonal sistemi nədir? Dayak hərəkət aparatı. Yox, ay müəllim, çeviklikdə nə işi var dayak hərəkət aparatının? Mərkəzi sinir sistemi. Mərkəzi sinir sistemidir, bir də əzələ sistemidir. Əzələ sistemi. Aha. Gündəlik həyatımızı tələb edən sadə fiziki hərəkət fəaliyyətimizin icrasında istifadə olunan ümumi koordinasiyadır, yoxsa xüsusi? Müəllim, ümumi. Ümumi koordinasiyadır. Sonra gəldik nəyə? Geniş fəaliyyət sahəsinə uyğun olan